TikToker Arzumun vəkili Fərid Həsənov məhkəmədən sonra verdiyi açıqlamada bildirib ki, bizim məqsədimiz sadəcə hadisə ilə bağlı həqiqətin tam müəyyən olunmasıdır. Eyni zamanda o, sosial şəbəkələrdə və başqa platformalarda hüquqi əsası və etibarlı mənbəsi olmayan məlumatlar paylaşan şəxslərə də xəbərdarlıq edib və bildirib ki, yalan və ya təsdiqlənməmiş məlumat yaymaq qanun qarşısında problem yarada bilər və bunu cinayət kimi qiymətləndirərək açıqlama verib. Nələr deyib, videonu izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hər vaxtınız xeyir dostlar. Qeyd edim ki, bugün bloger Arzumun məhkəməsi keçirildi. Xəzər rayon məhkəməsində proses baş tutub. Lakin o prosesdə mən bir daha bildirmək istəyirəm ki, mənim qeydə alacağım məlumatlar bir o qədər güclü məlumatlar olmayacaq təqdirdə. Ona görə iştirak etmədim. Maraqlı isə 4 iyuna təyin edilib və Arzumun vəkilindən eksklüziv müsahibə almışam. O müsahibəni səhifəni izləmədə qalın. Birazdan hissə paylaşacağım. Buyurun, özü təqdim edəcəyim olmasa. Həsənov Fərid İzafətoğlu, Uluza Hacıyevanın cinayət işi üzrə onun müdafiəçisi 26 may tarixində bu günlər saat 10-da bizim məhkəmə iclasımız baş tutdu. Məhkəmə iclasında yenə sübutlar tədqiq edildi. Bizim vəsatətimiz məhkəmə tərəfindən təmin edildi. Əlavə 2 nəfər şahid, biri Uluza xanımın qızı, digəri isə əlavə şahid kimi hadisə yerində birbaşa hadisə vaxtı olmuş şəxs dindirildi. İşin detalları barəsində ətraflı onlar ifadə verdilər. Müdafiə tərəfi, ittiham tərəfi suallarını cavablandırdı. Eyni zamanda bizim tərəfimizdən də vəsatətlər oldu. Xüsusilə də iqtidai araşdırma dövründə tərtib edilmiş bəzi prosessual sənədlərin sübutlar siyahısından çıxarılmasından bağlı vəsatətimiz oldu və sənədlər tədqiq edildi, video görüntüyə baxış keçirildi və video görüntü, eləcə də istintaq materiallarında məhkəmə istintaqına tədqiq edilmiş sübutlarla bağlı növbəti vəsatətlərimizin olması üçün məhkəmədən vaxt istədik. Məhkəmə iclası da 4 iyun saat 10-a təxirə salındı. Sosial şəbəkələrdə ümumiyyətlə bununla bağlı adəti olmayan insanlar müzakirələr edirlər, heç bir arqument gətirmədən, məsələni bilmədən sözlər danışır. İstəyirdim ki, onlar haqqında bir kəlmə söz deyəcəksiniz. Sosial şəbəkələrdə biz nəinki bu hadisə ilə bağlı, istənilən başqa istər cinayət hadisəsi olsun, istər hansısa ictimai rezonans doğura bilən hadisə olsun, şəbəkələrdə bu sayaq, belə deyək, hüquqi əsası olmayan, mənbəyi olmayan məlumatlar yayılır. Qeyd edeyim ki, istər kommentlərdə, istər yayımlarda, belə status şəklində yayımlar, işdən demək olar ki, məlumatı olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Qeyd edeyim ki, bu cinayət hadisəsidir. Yəni, burada Cinayət Məcəlləsinin 263 və 264-cü maddələri ilə şəxs ittiham olunur. Bunun üçün kifayət qədər sübutlar olmalıdır. Təqsirsizlik prezumsiyasına görə hər hansı şəxsi, hər hansısa cinayətdə ittiham etmək və onu təqsirli hesab etmək, şəxsə cinayətkar ifadəsi işlətmək yalnız qanun qüvvəyə minmiş məhkəmə hökmü ilə mümkündür. Odur ki, mən cəmiyyətimizi, insanlarımızı vaxtından qabaq hansısa məsələlərlə bağlı fikir bildirməyə, çəkinməyə xahiş edirəm. Hesab edirəm ki, indi artıq məhkəmə istintaqında video, görüntü tədqiq edildi, baxıldı. İndən sonra yəqin ki, sosial şəbəkələrdə jurnalistlər tərəfindən artıq o video yayıla bilər. Çünki artıq məhkəmə onu tədqiq edib. Yayıla bilər və elə bilirəm o videoya baxdıqda hər bir insan hüquqşünas olub-olmamağından asılı olmayaraq obyektiv rəyini bildirə bilər. Amma yenə də kimisə hansısa cinayətdə ittiham eləmək və yaxud da eləcə də zərər çəkmiş tərəfi də hansısa formada qınamaq, ifadələr işlətməkdən çəkinmələrini tövsiyə edirəm. Mən də azdan çoxdan indi prosesdə iştirak edəcəm. Nə olacaqsa, yəni tərəf göstərmədən onu işıqlandıracağam. Məhkəmə də açıq məhkəmə prosesidir. Yəni, məsələ nədirsə, onu da işıqlandıracaq. Bəzi Tahir Orxan müəllim böyük hörmətimiz var. Yəni, biz sizin obyektivliyinizə qətiyyən şübhə eləmirik, bir obyektiv jurnalist kimi. Elə məhkəmə iclasının hazırlığından başlayaraq, hər vəsatət verdikdə, hər dəfə çıxış etdikdə bizim bir mövqeyimiz olur. İş üzrə həqiqəti müəyyən etmək. Burada həqiqət nədən ibarətdir? Ona aşkar olunsun, bilinsin. Həm biz məhkəmə prosesində ədalət mühakiməsinin məqsədinə nail olmuş olaq, həm də ictimaiyyətimiz də həqiqəti bilsin ki, həqiqətən burada Uluza Hacıyevanın bu hadisənin baş verməsində, o şəxsin vəfat etməsində, yəni mərhumun həyatının itirməsində, digər zərər çəkmişin xəsarət almasına təqsiri var ya yoxdur?
bir məqsəd var, o da həqiqəti müəyyən etmək. Bu sadəcə bir qəza deyil. Bu bir ananın övladlarına qovuşa bilməməsidir. Bu uşaqların ana deyə gözlədiyi, amma gəlməyən bir yoldur. Sükan arxasında olanda təkcə öz həyatınızı yox, başqalarının da həyatını daşıdığınızı unutmayın. Çünki bəzən bir səhv bir ömürlük ayrılığa çevrilir.